Bu şekil size tanıştır mı Kemale Hanım? Bunu siz hardan tapıbsınız? Naxçıvanda, Mirzə Muxtar müəllimlə. Benim atam onun en yakın dostuydu. Bu benim, bu atamdır, bu anamdır, bu da... kardeşimdir. Mən sizdən xahiş edirəm Kemale Hanım. Öz tərcümeyi halınızı lap qısa bir tərzdə bizim üçün danışa bilərsinizmi? Bu ne içindir? Lazımdır Kemale Hanım. Benim atam köhne inqilabçılardan idi. Ben tibb institutunu bitirdiğim il onu qərb sərhədlərinə yaxın bir yerə həkim təyin etdilər. Ailəmiz oraya köçdü. Ben Moskvaya aspiranturaya gittim. Bir il sonra Vətən müharibəsi başlandı. Düşmənin ilk baskınında atam həlak olur. Anam ise ölümcül yaralanmış bir halda arkaya göçürülür. Uzun bir müddətten sonra ben anamı tapabildim. Elmi işimi kurtarıp müdafiə ettikten sonra ise anamla birlikte buraya geldik. Sonrası da size bellidir. Yaxşı, bəs sizin bu qardaşınız nə oldu? Benim başım yaşıma göre ağarmamış.